Sürət qrupuna qoşulur. Blokda 150 yaz Kərim. Nə verəsən? Və indi söz versin. Bax, Kərim. Yox, 150 yazsın. Hə, bilmir, söz də verə bilmir. Yox, yaza bilər ha, elə bir söz ver ki, yazacaq. Bilirəm yazacaq. 150 yazacaq. Ona görə bir dənə qəşəng bir şey fikirləşirəm. $100 verəcək. $100. Yaxşı. Sadiq müəllim $100 deyir. Blokda 150 yazsam, Nə mən qədər yazarsın? mən $101 verəcəm. Mən də 102 verirəm mənim. $110. 115. 120. 125. $130. Yo, mən riyaziyyatdan yazsa verəcəm deyirəm. Mən də fizikadan da. $130. 135. Yazacaq, axı ikisindən də yazacaq Allah. Dirəşmində mənim 100% yazacaq. Eyni saxlayım. Neçədir? 135. $150. $151. $160. Gedir. 170. $180. $200 müəllim. 200 razılaşaq müəllim. $201. Artırır. $205. $210. $250 müəllim. $300. Satıram. $500 verirəm müəllim mən. $500 verir. Mən razısam, mən... Bilirsiniz bu? Bilirsiniz necədir? Bu siyasətdir. Bu siyasətdir. Belə deyirsən, summanı qaldırır, sonra kəsirsən. Mən axırda, mən indi burada bu udursa, mən $100'da qalıram da, ya da heç nə də verməyəm. Yox, müəllim axınız nədir? 300-də qaldı. 300-də qaldı. Yox, o şey üçün idi, o... Yox, elə şey. Yox, ümumiyyətlə bu bəhs məsələsində, bu şey məsələsində. Məncə o deyirsən, yəni o birisi verməyə bilər də. Yəni sən udursa, qutarır. Sən $5 verəcəksən. Məhsul deyil. Bəli. Yox, məndə o gedir. Məndə qalır $100. Sadiq müəllim 500. Mən $500 verirəm. Sadiq müəllim. Yəni uşaqlar bu video var. Əgər Kərim get fizika oxu. $5 hazırdır. Əsas fizika oxuyacam. Riyaziyyat da oxu $600 alır. Riyaziyyat $100 mən verəcəm. Əslində çox verərdim də Sadiq uddu deyənə müşahidə. Mən $100 verəcəm 100%. Sən də canım müəllim sən düzürsən, sən də bəlkə nəsə verəsən. Mən də uzun ömür tanışlıqlar arzu edirəm. Hə, heç nə uşaqlar. Kərim blokda 400 yazsın. Mən $100, 400 deyəndə nə? Yəni riyaziyyatdan 100 yazsa, $100, $500. Heç nə get sən biraz afsantlıq elə, nə bilim nəsə elə, o 400-ü çıxar. Hər birini salamlayıram, məzz abituriyentlər. Xoş gördük sizləri. Bu gün istəyirəm ki, şagirdim Kərimi sizlərlə tanış edim. Kərim mənim onlayn şagirdim olub, indi əyani şagirdimdir və riyaziyyatdan 100% nəticə toplayıbdır buraxılış imtahanından. Ümumi balda 282 baldır və Kərim bizə keçən ildən düzü artıq 2 ilə yaxındır qoşulur. Yəni 10-cu sinifdə bizim blok sürət qrupumuza qoşulmuşdu onlayn. Sonra 11-ə keçəndə bizim xüsusi AB qruplarımız var idi apreldən açılan. Oradan qoşuldu keçən apreldən bu ilə kimi. Və deməli, hal-hazırda da əyani şəkildə blok hazırlığına gəlir, həm də onlayn şəkildə blok sürətdən istifadə edir. Və Kərim 100% yazıb. Dedim ki, onunla bir mükafatını verim Kərimin və bir video çəkək ki, necə edib bunu. Əminəm ki, Kərim inşallah blokda 400 bal yığacaq və yenə də riyaziyyatda da blokda 100% yazacaq. Buna əminəm, hətta digər fənləri də. Kərim, deməli bir ümumi soruşmaq istəyirəm ki, yəni 100% yazmaq üçün riyaziyyat yəni çətindirmi, yoxsa çox çalışmaq mı lazımdır, yoxsa bu insandan insana dəyişir? Yəni necə eləmək olar? Bir danışa bilərsən? Yəni mənim əsas buraxılışda 100 yazmaq çətin deyil. Əsas odur müəllimin atdığı sınaqlar işləmək lazımdır. Bir də topludan məsələn vektordan 100-dən sualsa bir bölmədə 70-i bəs eləyir buraxılış üçün. Ondan sonrası blok üçündə. Əsas da odur ki, vaxtında yatmaq lazımdır, yuxu rejiminə. Çünki gec yatanda, məsələn, səhər durursan, adam beyninə dərs girmir. Orasını düz vurğulayır. Yəni mən özüm də, məsələn, baxıram ki, elə özümdən deyirəm, gec yatanda sabah insan yorğun olur, həzgin olur və düşünmə, yəni yaxşı düşünə bilmir. Ona görə məsləhətdir ki, bəli, saat yatalar, məsələn, tutaq ki, 12-də, ən geci 1 deyirəm, hələ bəlkə də yox. Tezdən də məsələn 7-də, 8-də oyansınlar. Yəni 8 saat yuxu rejiminə riayət edib, amma bunu stabil eləsinlər. Onda stabil eləyəndə artıq rahat yatıb, rahat dura biləcəklər. Bu yer pozulanda, balans pozulanda o düzgün olmur. Sonra nə məsləhət vermək olar məsələn ki, necə eləsinlər? Məsələn 9-10-lar necə eləsin ki, necə hazırlaşsın ki, gələcəkdə 100% yazsın sənin kimi? Məsələn, əsas buraxılışa hazırlaşmaq üçün Azərbaycan ilə ingilis dili əsasında. İngilis dili rahat düşür, düzdür, amma Azərbaycan dili çətin düşür. Onu artırmaq üçün Azərbaycan dilinə əsas çoxlu mətn yazmaq lazımdır. Riyaziyyatdan da çoxlu sınaq, əsas sınaqdır. Çünki toplu bəs eləmir. Toplu bəs eləyir buraxılış üçün, amma sınaqları yazıb adam imtahan modelini öyrəşir də.
Bəli, orada ətraflı suallardır, xüsusi biraz qrafik cədvəl məsələ, yəni topluda biraz az da olar. Onları çox işləmək lazımdır. Və bir də təbii ki, indi bloka da gərək hazırlaşılır. Və bloka əsas. Bəzən şagird fikir vermir, məsələn, hazırlaşır, buraxılışa ancaq. Halbuki bu adam birinci, ikinci qrupdadır. Və bloku yaddan çıxarır, sonra da vaxt az qalıraq. Onu da fikir vermək lazımdır. Belə. Heç nə, sənə uğurlar arzulayıram. İnşallah mükafat vermək istəyirəm. Mən uşaqlara söz vermişdim ki, 100% yazan şagirdlərimə 100 manat mükafat verəcəm. Bu sənə vermək istəyirəm, sənə təşəkkür edirəm. Yəni bu əziyyətimizi doğrultdun və bu 100 manat mükafat, yəni sadəcə olaraq kiçik bir mükafatdır. Hələ biz avqustda bizim Böyük mükafat burdadır müəllim. Sadiq müəllim. Kərim sənə hədiyyə edirəm. Buyur Kərim. Sadiq müəllim deyib ki, Sadiq müəllimin blok sürət qrupuna qoşulur. Blokda 150 yaz Kərim. Nə verəsən? Və indi söz versin. Bax, Kərim. Yox, 150 yazsın. Hə, bilmir, söz də verə bilmir. Yox, yaza bilər ha, elə bir söz ver ki, yazacaq. Əminəm Bilirəm, yazacaq. 150 yazacaq. Ona görə bir dənə qəşəng bir şey fikirləşirəm. $100 verəcək. $100. Yaxşı. Sadiq müəllim $100 deyir. Blokda 150 yazsam, Nə mənsə qədər yazarsın? mən $101 verəcəm. Mən də 102 verirəm müəllim. $110, 115. 120, 125. $130. Yo, mən riyaziyyatdan yazsa verəcəm deyirəm. Mən də fizikadan da. $130. 135. Yazacaq, axı ikisindən də yazacaq Allah. Dirəşmində müəllim 100% yazacaq. Eyni saxlayın. Neçədir? 135. $150. $151. $160. Gedir. 170. $180. $200 müəllim. 200 razılaşaq müəllim. $201. Artırır. $205. $210. $250 müəllim. $300. Satıram. $500 verirəm müəllim mən. $500 verir. Mən razısam, mən. Bilirsiniz bu. Bilirsiniz necədir? Bu siyasətdir. Bu siyasətdir. Belə deyirsən, summanı qaldırır, sonra kəsirsən. Mən axırda, mən indi burada bu uddusa, mən $100'da qalıram da, ya da heç nə də verməyəm. Yox, müəllim axırınızda nədir? 300-də qaldı, istəməz. 300-də qaldı. Yox, o şey üçün idi, o... Yox, elə şey. Yox, ümumiyyətlə bu bəhs məsələsində, bu şey məsələsində. Məncə o deyirsən, yəni o birisi verməyə bilər də. Yəni sən uddusa, qutarır. Sən $500 verəcəksən. Bana bir nəfər. Məhsul deyil. Bəli. Yox, məndə o gedir. Məndə qalır $100. Sadiq müəllim 500. Mən $500 verirəm. Sadiq müəllim. Yəni uşaqlar bu video var. Əgər Kərim get fizika oxu. $500 hazırdır. Əsas fizika oxuyacam. Riyaziyyat da oxu $600 al. Riyaziyyat $100 mən verəcəm. Əslində çox verərdim də Sadiq uddu deyənə müşahidə. Mən $100 verəcəm 100%. Sən də Can müəllim sən düzürsən, sən də bəlkə nəsə verəsən. Mən də uzun ömür can sağlığı arzu edirəm. Hə. Heç nə uşaqlar. Kərim blokda 400 yazsın. Mən $100, 400 deyəndə nə? Yəni riyaziyyatdan 100 yazsa, $100, $500. Heç nə get sən biraz afsantlıq elə, nə bilim nəsə elə, o 400-ü çıxar. Deməli uşaqlar, yəni mən %100 deyirəm, o yazacaq fizikanın 150. Hələ riyaziyyatı da yazacaq. Bir də hətta nəinki 400 yazsan, 4000 manat mükafat qazanacaqsan. 4000 manat mükafat qazanacaqsan. 400 yazana. 4000 mən şəxsən verəcəm mükafatı sənə. Hələ üstəcə Sadiq müəllim də 500. Vergi çıxırıq. Qatar, hani ola bilsin ki 4000 olsa qatacaq. Vergi çıxırıq. Hə. 4000 mükafat yazsa o %100 qazanacaq. Bəli. Və də oxu. heç nə belə sənə can sağlığı, uğurlar arzulayıram. İnşallah ki bacararsan, get çalış. Buna əminəm. Yəni onsuz da Allah eləməsin, yazmasan belə sənin savadın 400-lükdür. İndi ola bəlkə texniki nəsə gözündən qaçırdasan, amma bu da olmasa əla olar. Hə, məncə 682 ilə hətta prezident təqaüdünə düşə bilərsən. O onda 800 manat pul alacaq müəllim. Əlavə olaraq. Oldu. Sağ ol. Salamat qal.